Azərbaycan ədalət mühakiməsində Azərbaycanlılara qarşı bax bu cür cinayətlər törədilmiş, cinayətkarlardan 15-i mühakimə olunur. 20-dən artıq cinayət məcəlləsinin maddələri üzrə ittiham olunurlar. Ancaq bu yetərli deyil təbii ki. Doğrudur, onların ifadələrində kifayət qədər sübutlar, kifayət qədər mötəbər Azərbaycan əlində arqumentlər olur, toplanır. Ancaq burada əsas cinayəti törədən Ermənistan dövlətidir. Ermənistan dövləti bu cinayəti boynundan hal-hazırki hakimiyyət atmağa çalışır və bunu ayrı-ayrı şəxslərin üzərindən gedən məhkəmə iclasından yekunlaşdırmaq istəyir. Ancaq burada Ermənistan dövləti günahkardır. Bunun günahkar olmağı Ermənistanı Nürnberg tribunalına uyğun olaraq mühakimə olunmağa və Azərbaycana qarşı törətmiş olduğu cinayətlərə görə reparasiya qaydasında məsuliyyətə cəlb olunmasına səbəb olacaq. Reparasiya qaydasında məsuliyyətə cəlb olunma nədir? Bu, faşist Almaniyası timsalında bu nümunəni mən deyə bilərəm ki, həmin vaxt Almaniya işğalçı müharibə apardığına görə, insanlıq əleyhinə cinayətlər törətdiyinə görə 1945-ci il Yalta konferansında məsuliyyətə cəlb olundu bir növ. Bu məsuliyyət... Üzr istəyirəm, Polad bəy, müdaxilə etməli olacağım. Hazırda kadrları canlı şəkildə ərazidən tamaşaçılarımızla bölüşürük. Bunu vurğulamaq istəyirəm. İzlədikləri görüntülər hazırda canlı görüntülərdir. Aydə və Emilin hazırda ərazidə olduğunu demişik və kadrları tamaşaçılar izləyərkən buyurun, davam edin Polad bəy. Yəni baxın, bu dünya təcrübəsini mən nümunə gətirmək istəyirdim ki, işğalçı dövlət, cinayət törətmiş dövlət olaraq hansı məsuliyyətlərə cəlb olunur. Bugün bizim Azərbaycanda mühakiməsi həyata keçirilən bu separatçıların mühakiməsindən sonra Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanı dövlət olaraq Azərbaycana qarşı müxtəlif istiqamətli törətdiyi cinayətlərə görə mühakimə olunması üçün biz mütləq müraciət hazırlamalıyıq. Bizim doğrudur, bir neçə istiqamət üzrə Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddialarımız qaldırılıb və gedir. Bu, təbii mühitin pozulmasına görə, fauna floranın pozulmasına görə, yəni Bering Konvensiyaya uyğun olaraq iddialarımızdır. Eyni zamanda 67-ci il İlqari seçkinin bütün növlərinin rəddinə dair konvensiyanın tələbinə uyğun olaraq Azərbaycanlıların etnik təmizləməsinə dair iddiamızdır və 48-ci il Avropa Konvensiyasına uyğun olaraq enerji xartiyasının, enerjilərimizin, enerji resurslarımızın istismar olunmasına görə iddiadır. Amma bizim əsas iddiamız Ermənistan dövləti tərəfindən Azərbaycana qarşı törədilmiş soyqırım cinayətləri, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, təcavüz cinayətləri, bax bunlarla bağlı terror cinayətləri, bunlarla bağlı Ermənistan dövlətinə yekun kompensasiyanın ödənilməsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciətimiz olmalıdır. Bu da daha məntiqi ardıcılıq ondan ibarət olur ki, bu məsələdə də Azərbaycanda bunların bu törədilmiş olduqları cinayətlər sübuta yetirilsin. Bundan sonra Beynəlxalq Məhkəməyə müraciət olunsun. Polad bəy, biz hazırda kadrları izləyirik və görüntülərdə iplər də xüsusi diqqət çəkir. Hətta ərazidən aldığımız son informasiyaya görə həmin o iplərlə insanların ayaqlarını bağlayıblar böyük ehtimalla və təcavüz aktıdır, əməlli başlı bu insanların sümüklərinin qalıqları və ortada olan həmin o əşyalar bu cinayətin nə qədər böyük bir miqyasda olduğunu göstərir. Biz elə birbaşa Xocalıdan kadrları paylaşırıq. Və dediyim kimi Polad bəy, bu iplərin görünməsi, digər həmin o əşyaların da ortada olması Ermənistan tərəfinin biraz da... Buyurun. Bu müasir dövrdə, indiki müasir dünyada beynəlxalq təşkilatların mövcud olduğu, beynəlxalq hüququn dilə gətirildiyi bir dünyada törədilmiş ən vəhşi terror hadisəsidir, soyqırım hadisəsidir. Və təəssüflər olsun ki, buna siyasi hüquqi qiymət yetərincə verilməyib. Hal-hazırda baş verən proses Azərbaycanın legitim güc tətbiq etməklə torpaqlarını işğaldan azad olunması prosesidir. Bu tamamlandı. Ancaq təəssüflər olsun ki, ədalət təmin olunmayıb. Ədalətin təmin olunması torpağın azad olunması deyil. Törədilmiş cinayətə görə cinayətlərin cəzalandırılmasıdır. Zərər çəkmiş şəxslərə münasibətdə, dövlətə münasibətdə ədalətin təmin olunmasıdır. Bugün iflic vəziyyətdə olan beynəlxalq sistem, beynəlxalq hüquq
Azərbaycan-Ermənistan münasibətində ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlər fonunda da aciz durumda olduğunu göstərir. Əslində indi edilməli olan məsələ Ermənistanı məsuliyyətə cəlb etməkdir. Ermənistanı silahsızlaşdırma siyasəti, yəni demilitarizasiya prosesinə cəlb etməkdir. Denatifikasiya prosesinə cəlb etməkdir Ermənistanı hal-hazırda. Və Azərbaycana vurulmuş zərərə görə həmin o beynəlxalq təşkilatlar addım atılmalıdır. Təəssüflər olsun ki, biz bunun əksini görürük. Erməni cinayətlərini biz sübut etdikcə, erməni cinayətləri ortalığa çıxdıqca buna hüquqi siyasi qiymət verilmədiyini gördük. Amma bu bir daha başqa bir nüans da bu özündə göstərir əslində. Bu mənəvi cəhətdən Ermənistan dövlətinin, Ermənistan hakimiyyətinin vaxtında olan və indiyənə qədər ki, nə qədər sıradan çıxdığını, nə qədər insanlıq əleyhinə formalaşmış bir hökumət olduğunun bir daha nümunəsidir. Və bu cür dövlətlə, bu cür cinayət törətmiş dövlətlə, Miyatsum iddiasında olan bir dövlətlə sülh sazişi bağlamaq üçün Azərbaycanın əsas şərti olan konstitusiyanın dəyişdirilməsi nə dərəcədə əhəmiyyətli olduğu bir daha önə çıxır bu məsələnin fonunda.